Salam, hörmətli dinləyicilər. Son zamanlar sosial şəbəkələrdə böyük şairimiz Osman Sərvəllinin Ay Mamoğlu şeiri tez-tez gündəmə gətirilir. Əslində bu şeir uzun illərdir ki, xalq arasında sevilərək səsləndirilir və dillər əzbəri olmuş əsərlərdən biridir. Xatırlatmaq istəyirəm ki, bu şeir 8 bənddən ibarətdir. Təəssüf ki, bəzən rast gəlirəm ki, şeirin bəzi sözləri dəyişdirilir, bəndlər fərqli səslənir. Bu da məni düşündürürdü və məsələni araşdırmağa başladım. Uşaqlıq illərindən bu şeirin bir neçə bəndi mənim yaddaşımda qalmışdı. Borçalı mahalında atamın arxivini araşdırarkən Gürcüstanda nəşr olunan Gürcüstan qəzetində dərc edilmiş bir məqaləyə rast gəldim. Həmin yazı qəzetin redaktoru Süleyman Süleymanov tərəfindən işıqlandırılmışdı və Osman Sərvəllinin yaradıcılığında Gürcüstan mövzusundan bəhs edirdi. Arxiv materialların içində şairin 1975-ci ildə Süleyman Süleymanova göndərdiyi şəkil və bir neçə şeir də yer alır. Orada belə bir qeyd yazılmışdı. Aşıq sənətini ürəklə sevən və onu həmişə təbliğ edən dostum Süleyman Süleymanova yadigar Osman Sərvəlli. Onu 10-cu ay 1975-ci il. Araşdırmalardan məlum oldu ki, Ay Mamoğlu şeiri dekabrın 27-si 1946-cı ildə Borçalı mahalının Marnir rayonunun indiki Kirəc Muğanlı kəndində yazılmışdır. Həmin gün toy məclisi olmuşdur və şair məclisin ovqatı ilə bu şeiri yazmışdır. Şair bu şeiri əvvəlcə maması oğlu İskəndərə təqdim etmişdir. Çünki şair birinci öz maması oğlu ilə gəlmişdir. Toyda olduqlarından heç kəs olmamışdır və sonra toya getmişdir. İskəndər kişi də o dövrdə safxozda məhsul və ziyalı insanlardan biri olmuşdur. Şeiri oxuyanda çox xoşuna gəlir və demişdir ki, şairin belə gözəl obraz yaratması təbiidir. Zarafatla yazılmış olsa da şeir çox maraqlı və təsirli alınıb. İskəndər kişi də zarafatla bildirib ki, incimirəm, şair belə obraz yarada bilər. Biraz zarafat da şeirə yaraşır. Daha sonra isə demişdir. Bu şeiri toy məclisində elə Ustad Aşıq Əmrah Gülməmmədova verəcəm. Qoy məclisdə oxusun. Beləliklə, həmin şeir toy məclisində səsləndirilmiş və o gündən sonra ağızdan ağıza yayılaraq xalq arasında məşhurlaşmışdır. Artıq 1946-cı ildən bu günə qədər bu şeir tarixə çevrilmişdir. Qəzetdə Süleyman Süleymanov həmçinin Osman Sərvəllinin digər şeirləri haqqında da məlumat vermişdir. O qeyd etmişdir ki, Osman Sərvəllinin şeirləri Borçalıda da dillər əzbəri olmuşdur. Səbəb çox sadədir. Sərhədsiz dövrlərdə Borçalı və Qazax rayonunun kəndləri arasında gediş-gəliş, dostluq, qohumluq, qardaşlıq və görüşlər o qədər sıx olmuşdur ki, insanları çox vaxt ayrı-ayrı dövlətlərdə yaşadıklarının fərqinə də varmırdılar. Bu da Borçalı mahalı ilə Qazax rayonunun kəndləri arasında böyük qohumluq və dostluq əlaqələrinin mövcud olduğunu göstərir. Həmin qəzetdə Osman Sərvəllinin bir neçə bənd şeirinə də rast gəldim. Həmin qəzetdə şair Osman Sərvəllinin dostu Süleyman Süleymanova göndərdiyi şeirlər də dərc olunmuşdur. Elə şadıq sanki bugün adoslar, biz ya toya, ya nişana gəlmişik. Yurdumuzun sazın, sözün dili ilə gətirmişik, bir nişana gəlmişik. Gül çiçəkdir ölkəmizin hər yeri, Gürcüstandan Gülüstana gəlmişik. Azərbaycan elindən bizə dost, biz qonşu Gürcüstana gəlmişik. Osman Sərvəlli həm xalqın həyatını, həm qohumluq və dostluğu, həm də öz arzularını çox səmimi və təsirli obrazlarla ifadə etmişdir. Bununla belə bəzən şeirin əhvalatı düzgün çatdırılmır, bəziləri müxtəlif versiyalar söylüyor. Hətta deyirlər ki, güya şairin maması oğlu Şıxlı kəndində imiş. Amma bu barədə dəqiq məlumat olmadan
danışmaq mənim fikrimcə doğru deyil. Hazırda yazılıb, kimə yazılıb, kim tərəfindən işıqlandırılıb haqqında da bəzən hər kəs öz bildiyi kimi danışır. Mən isə hesab edirəm ki, belə məsələlərdə ən doğru və ən etibarlı mənbə arxiv və sənədlərdir. Mən də məhz buna görə həmin materialları araşdırdım ki, şeirin əsl tarixçəsini və həqiqətini üzə çıxarım. Sonda bir daha vurğulamaq istəyirəm ki, böyük şairimiz Osman Sərvəlinin yazdığı Ay Mamoğlu şeiri bizim ədəbi irsimizin qiymətli nümunələrindən biridir. Belə əsərlərə hörmətlə yanaşmaq və onları olduğu kimi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Diqqətinizə görə çox sağ olun. Allah dünyasını dəyişən bütün ustadlara rəhmət eləsin. Hörmətlə Səməd Firuzoğlu.